Yine İbrahimov, Kamil İbrahimoğlu'dur. Dində Elbrus. Bax, Azərsu ehtiyatları, Ucar Mirrasa suvarma sistemlərə aiddir. Siz onların texnik, onlara müraciət etmişəm. Onlar mənim müraciətimi qəbul ediblər. Bilirlər, hamısına vermişəm proyekt. Ki, buradan, bu ərazidən, mən o torpaqlarda bölmüşəm. Keçmişi qədim zamanlarda 73-ə qədər həmən su, torpaq vasitəsi, torpaq kanalı ilə həmən ərazidən gəlib keçib bizim əraziləri, düz Kilgan ərazisinə qədər. Hamısını o su ilə təmir olunubdur. Siz birinci çalışın, xalqın su ilə təminatını ödeyin, ondan sonra iş aparın. Siz kimdir deyən ki, pis iş görürsünüz? Yaxşı işlərdir. Siz devlət o vəsait ayırmasaydı, siz öz şəxsi vəsaitinizdə, siz necə ki, bugünkü gündə dövlətin sərəncamı ilə gəlib iş görürsünüz, özünüzə çörək qazanırsınız, ya fəhlələrin, ya özünün, ya qardaşın da aparıcı rəhbər. Mən bilirəm. Mən bildiyimdən çox bilmədiyim var. Mən bildiyimdən çox bilmədiyim var. Mənim diqqətimdədir. Mən ora getmirəmsə, gedəcəm. Mənim ora getməyim də o şirkətə sərf eləməyəcək. Siz elə etməyin ki, sizin gördüyünüz işin qarşısını mən başıma toplantı eləyim. Yox. Mən maşınla aparıb su təminatını ödəyəcəyim. Bunu ağacların təminatını, bağların, bağatların təminatını nə ilə ödəyərsən? Biz ona əziyyət çəkmişik. Sən kimi, sizin kimi xalqdan, devlətdən imtiyaz alıb, devlətdə işləyib, problemlərini həll edə bilmirik. Biz pensiyacıyıq. Mən müraciət etmişəm rayona. Müşfiq qardaşıma, Asif qardaşıma. Onlar qəbul edib, onların yağ yanacaqla təmir edin. Ənvər Məmmədxanlı arxını bir hissəsini sizin verdiyiniz, sizin şirkətin verdiyi yağ yanacaqla mən təmizlətmişəm o arxı. Siz ləb elədiyiniz arxı əlavə kənardan çəkdirib təmizlətmişəm. Onun bir 700, 800, 1000 metrə yerini təmizlənsin. Bizi içməli suyla və həyətyanı sahələrimizin suvarılması, çöl torpaqla, pay torpaqla suvarılmanı o su bəs eləməz. Mən və haqq və ədalət qanun uğrunda mübarizə aparmışam. Aparacam da. Siz cənab prezident səni hətta sizi bura göndərən şirkət və yuxarı qurum dairələrinin məmurları deməyib gedin. Birinci xalqın su ilə təminatını ödeyin. Sağ olun. Diqqətlə bax mənim TikTok var. Siz özünüzlə, mən keçən səfər, keçən il ərəfəsində nə qədər çalışdımsa, sizlə mən görüşə bilmədim. Görüşsəydiniz, haqq və ədalət, qanun nə deməkdir, siz də öyrənərdiniz məndən, mən kimi çobandan. Mən kimi sabahsız bir insandan öyrənərdiniz. Siz birinci insanlar düşünün. Sizin birinci insaniyyət işiniz yox, insaniyyətliyiniz olmalıdır. Xalqa qarşı insaniyyətliyiniz olmalıdır. Sən hansı ərazidə çörək qazanırsan? Bizim Ucar ərazisindən. Ərazisindən çörək qazanırsan. Biz də həyətyanı sahəmizdən çörəyimizi çıxardırıq, meyvə satıb dolanırıq. Siz bugünkü gündə bizim su ilə təminatımızı ödəmirsinizsə, sən o 5 aydan sonra o kanalın çəkdiyin su mən vacib deyil axı. Diqqətlə izləyin. Azərbaycan xalqı, Ucar xalqı, paylaşın bu mənim videomu.